Konfutsiyaçılıq. Konfutsiyaçılıq Konfutsiyin təlimlərinə əsaslanan bir dindir. Bu din eramızdan əvvəl 6-cı, 5-ci əsrlər radələrində Çində yaranıb və bugün təxminən 6 milyon ardıcılı var. Müəyyən ənənəvi rituallarla xarakterizə olunan bir çox dinlərdən fərqli olaraq, konfutsiyaçılıqda ibadət təcrübələri yoxdur. Əksinə, o, etik prinsiplərlə məşğul olur. Təsisçisi Konfutsiyin doğumundan əvvəl Çin 500 il ərzində Zhou imperiyası tərəfindən idarə olunurdu. Ölkə daxili ixtişaşlar tərəfindən təhdid edildikdə və bu da öz növbəsində ənənəvi Çin mədəniyyətinin dəyərlərini təhlükə altına düşürdükdə, Konfutsi bu ideoloji böhran dövrünü tənəzzül edən ictimai dəyərləri gücləndirmək üçün bir fürsət kimi gördü. Yoxsulluqda böyüyən Konfutsi ehtişamlı bir öyrənən idi və 6 sənətin masteri oldu. Ox atma, kalligrafiya, hesablama, musiqi, döyüş arabasını idarə etmək və ritual. O, bir neçə kiçik hökumət vəzifəsində çalışdı və siyasi karyera qurmağa ümid edirdi. Lakin krala sadiq olsa da, onun mənəvi dürüstlüyü kralın daha həzpərəst həyatı üstün verən və kralı buna sövq edən yaxın ətrafı tərəfindən xoş qarşılanmırdı. Siyasi arzuları boşa çıxsa da, o buna baxmayaraq böyük bir tələbə kütləsi qazandı. Konfutsiyaçılığın əsas prinsipi ren, insanlıq və ya xeyirxahlıq deməkdir. Xarakter mükəmməlliyi isə ritual normalarına uyğunluq, insanın öz həqiqi təbiətinə sadiqlik, qarşılıqlı hörmət və övladlıq borcu, yəni valideynlərə ehtiramla təşkil olunur. Konfutsi mədəniyyətin kumulativ gücünə inanırdı və əcdadlara pərəstiş, göyə ehtiram və yas mərasimləri kimi ritualların əsrlər boyu yaşaması vaxtında böyük məna olduğunu hiss edirdi. O, özünü yeni bir şey irəli sürən biri kimi görmürdü. Əksinə, çoğu sülaləsini ayaqda saxlayan mədəni dəyərləri və sosial normaları qorunub saxlanmasını müdafiə edirdi. Beləliklə, Konfutsiyin konfutsiyaçılığı yaratdığını söyləmək doğru olmaz. O, sadəcə olaraq artıq mövcud olan inanc və prinsiplərə yeni nəfəs vermişdi. Konfutsiyaçılığın müqəddəs mətni analektlər, seçimlər adlanır və onun Konfutsiyin şagirdləri tərəfindən tərtib edildiyi hesab olunur. Bu mətin Konfutsiyin kəlamlarına əsaslanır və həm şifahi ənənə, həm də yazılı sənət kimi qorunub saxlanılmışdı. Müəllim Konfutsiyin ruhunu əks etdirmək qabiliyyətinə görə onu Platonun dialoqları ilə müqayisə etmək olar. Orada Konfutsi özünü belə təsvir edir. Öyrənməyə həvəslə qapıldıqda yemək yeməyi unudan, sevinci elə böyük olan ki, dərdlərini yaddan çıxaran və qocalığın yaxınlaşmasını hiss etməyən bir adam.